şeyin fərqinə varmışam ki, insan inkişaf etdikcə, öz yolunu tapdıqca bəzi şeyləri boş buraxmağa başlayır. Məsələn, kimsə onun haqqında danışır, kimsə onun qeybətini edir və yaxud da onun haqqında yanlış təsəvvürlərdə olur, onunla münaqişə etməyə meyilli olur və yaxud da kənarda müəyyən situasiyalar baş verir ki, artıq insan özünə fokuslananda o situasiyalar onun üçün maraqlı olmur. Onun haqqında ətraf insanların nə danışması belə həmin insana təsir göstərmir. Yəni, düşünün ki, siz özünüz üçün irəliləyirsiniz, özünüzü kəşf edirsiniz, özünüzün zəif və güclü tərəflərinizi bilirsiniz. O zaman ətrafınızdakı insanların sizin haqqınızda nə düşünməsi, sizin haqqınızda istər qeybət etməsi, istər arxanızca danışması, bunlar bir heçə çevrilir. Yəni, artıq zehninizi onunla məşğul etmək istəmirsiniz. Bir növ zehninizə nəyin daxil olub olmadığına siz qərar vermiş olursunuz. Baxın, kənarda insanlar gün ərzində müxtəlif situasiyalarla qarşılaşır, bizə təsir göstərəcək. Bəlkə də haqsız bir vəziyyətdə qalır, bəlkə də metroda, avtobusda elə bir onu qıcıqlandıracaq məqamlarla üzləşir. İnkişaf edəndə insan, inkişafa fokuslananda artıq onlara reaksiyasız qalmağa başlayır. Yəni, mən zehnimə o düşüncələri daxil edib özümü gün ərzində məşğul etmək istəmirəm. Buna qərar vermiş olursan. O qədər gözəl bir hissdir ki, yəni sən artıq özünlə baş-başa qalırsan, özünü tanımaq, özünü kəşf etməyə vaxtını sərf edirsən və kənarda baş verən heç bir hadisənin sənə təsir eləyəcəyini istəmirsən, icazə vermirsən. Bir növ zehnini kontrol etmiş olursan. Əgər sən də hal-hazırda bir çox şeylərə aqressiv reaksiyalar verirsənsə, kənarda baş verən situasiyaları beyninə salıb bir növ bütün gün onun dərdini düşünürsənsə, onun fikrini çəkirsənsə, demək ki, hələ orada inkişaf etməli olduğun bəzi məqamlar var. O zaman insan inkişaf edir ki, artıq həmin situasiyalara bir növ reaksiyasız qalır. Necə reaksiyasız? Burada reaksiyasız qalmaq o demək deyil ki, biz hisslərimizi bastırmalıyıq. Sadəcə düzgün məna verə bilir. Yəni, orada baş verən hadisələr mənə bağlı deyil. Mən icazə vermirəm ki, zehnimə həmin o yanlış enerjili insanlar, negativ düşüncəli insanlar hansısa bir düşüncə atsın və bu mənim bugünkü yaşamıma təsir göstərsin. Bu gün mənim performansımı aşağı salsın. Bunlara icazə vermir. Kənarda baş verən, daha doğrusu kənarda onun haqqında danışan insanlar belə bu insanın maraq dairəsində olmur. Çünki özünü tanıyıb, kənarda kimsə onun haqqında yanlış bir fikir səsləndirsə belə, əsas mənim özümün özümə olan münasibətim vacib olur. Siz də bunlara diqqət yetirin. Kənarda baş verən situasiyalar sizə nə dərəcədə təsir göstərir? Ətrafda sizin qeybətinizi edən, sizin haqqınızda yanlış informasiyalar verən insanlar sizə qıcıq verirsə, bir dönün özünüzə baxın ki, orada yaxşılaşdırılmalı olan məqamlar hansılardır? Bunların fərqinə varandan sonra insan həqiqətən həyatda yaşadığını hiss edir. Təşəkkür edirəm izlədiyiniz üçün.